Və ya televiziyada musiqi verilişi aparıb, bayaqlığa yol verən təkcə Tolikdirmi, Tarix Əliyevdirmi və yaxud da ki, təkcə Elgiz Əkbərdirmi? Zaur Kamalın verilişi, Zaur Nəbioğlunun verilişi, Mikailin verilişi, Yasinin verilişi efirdə qalacaqsa, onda Toliklə Elgizin verilişinin bağlanmağının nə mənası var ki? Ya siz həqiqətən də bu sahədə ciddi addımlar atırsınızsa, həqiqətən də bir islahatlar aparmaq istəyirsinizsə, bu artıq ki bu sos həyəcan siqnalını duymusunuzsa, çox gözəl, əla, alqışlanasıdır. Amma niyə Tolik və Elgiz Əkbər təkcə? Zaur Kamalın verilişində elə söhbətlər gedir ki, elə bilirsən ki, 3-4 qadındır. Oturublar, semiçka çırtdıya-çırtdıya qeybət eləyirlər orada. Zaur Kamal bəlkə daha ünlüdür, daha hörmətlidir və yaxud da ki, Zaur Kamalın verilişini bağlamaq olmaz. Birinci o səviyyədə veriliş aparıcı olub da Zaur Kamal. Onlara bayağılıq etmək olar, onlardan etikadan kənar danışmaq olar. Amma ki, Toliklə Elgizə danışmaq olmaz. Bu artıq qərəzli addım olacaq. Mənə qarşı qərəzli şəkildə atılan addımı mən Space televiziyasında görmüşəm. Bu Vado Karovinin qərarı deyil idi. Sadəcə qərar verilmişdi və Vado Karovin də bunu icra etmək məcburiyyətində idi. Ona görə də bağlayırsınızsa, yayımını dayandırırsınızsa, bu sahədə olan bütün aparıcıların yayımını dayandırın və yaxud da ki, efirin formatını tam şəkildə dəyişdirin. Onda heç kim orada çıxıb, nə özü ağzına gələni danışacaq, nə oradan kimisə hədələyəcək, nə də ki, başqa bir şey.